Salam əziz dostlarım, hər vaxtınız xeyirli olsun. Sizi mən Özbəkistandan, Taşkənddən salamlayıram. Yeni videoma xoş gəlmişsiniz uşaqlar. Bu günləri şöyle gözlüyüm dəqiqə. Selamun aleyküm əziz dostlarım. Necəsiniz? Salam aleykum. Rahmat, gözlə görüm. Özbəkistan videoma xoş gəlmişsiniz. Saat 6-ya qalıb 10 dəqiqə. Taşkənd küçələrində gəzirik. Hava açığı dünənləri lap gözəl idi, amma bu gün biraz belə küləkli gündür bari. Uşaqlar, ümumiyyətlə biz Özbəkistana gəlmədən bir gün öncədən bilet aldıq deyə belə plan falan qrup eləmədik. Yəni anidən oldu bizim bura gəlməyimiz. Oturmuşduq, dedi hara gedək? Dedi Özbəkistana gedək, dedim gedək. Vəsiyo. Yəni belə oldu deyə tam belə plan falan yoxdur. Hal-hazırda Taşkənddə deyir, Səmərqənd falan biraz elə bir gəzməli yerlər var. Bilmirəm, görüm. 11-nə biletim var Azərbaycana. Görüm benim sözə getməyəcəm, bileti yandıracağam. Allah haqqı bilmirəm. Bəlkə ola bizim bileti yandırdım, bilmirəm. Samir yenə pul çevirir. Bunların biraz pul belə deyək də, dövizü biraz fərqlidir. Necəsən? Samir pul dəyişməyə yer axtarır, burada dəyişmə olmurmuş. Qaqaşlardan soruşur, görə pullarda dəyişə bilərik. İngiliz değil ama Azerbaycanlıyım. Ben sen Almanca konuşmayacak olur. Azərbaycanda yolun sağında görürsünüz, tək avtobus xəttləri olur. Burada da o var, indi göstərəcəm mən sizə. Burada da o var, sadəcə burada təkcə avtobuslara icazə yoxdur da. Yəni avtobuslarla birgə hansı taksilərin üstündəki şahmat var ki, bunu sizə göstərim deyə bax göstərəcəm solda. Hansı taksilərin üstündəki şahmat işarəsi var, yəni taksi işarəsi var. Onlar da avtobuslarla birlikdə, yəni sağ zolağa girib adam mindirə bilir, adam düşürdə bilir. Hə? Yok. Hə. İçində qaldı. Çox içində qaldı. Bəli dostlar. Şahin müəllim nə deyirsə düz deyir. Bunu analiz edir, araşdırır, düz deyir. Burada avtobus yolları bizimkilərdən fərqli olaraq burada avtobus yollarına şahmatı olan taksilər də girə bilir və adi maşınlar da orada sağ girib, məsələn, insan mindirib düşürə bilərlər. Amma bizdə elə deyil də. Bizdə sırf ya dövlət maşınları girə bilir o xəttə, ya da ki avtobuslar. Bir də təcil yardım polislər belə. Bir də şey dedin, radar şeyi var. Radar yuxarıda şeylər var, fıspışkalar var. Bu bir neçə ölkələrdə var, düzdür bizdə yoxdur. Fıspışka da qoyurlar məsələn yuxarıdan belə. O bizdə aeroport yolunun azadında belə şeylər var, tablolar var, məsələn sürətlə gedəndə məsələn ora bağlayırlar, onu fıspışka kimidir. Fıspışka yanır yəni gün boyu. Gecə gündüz fıspışka yanır, ancaq remeni çəkir. Bizdə o yoxdur. İndi biz bu videonu çəkdik ki, görsünlər, ondan da gətirsinlər, bizə quraşdırsınlar. Yox, tamam söyləyəcəksin. Ya uşaqlar, yəni. Oturmuş taksidə bir də gördüyüm maşının üstünə belə nəsə işıq vurub, pıç belə beləyir. Soruşduq, bu nədir? Deyir, bu radar çıxmır. Taksi olsa kim tez remenin bağladı? Ora çalanı remeni taxdı. Gördüyüm elə işıq çalınırkən promo maşının içində vurur da, yəni. Maşının içində sənin paltarının rənginə açıqdır, belə də remeni yəni görür, var yoxsa yox. Taqqına cəzadan qoyur. Azərbaycanda yoxdur ki, yaxşı. Azərbaycanda yoxdur, yaxşı iş yoxdur. Olsa da yəni sabah gün olsa o mənlik deyil ha. Gəlməyini istəyirsinizsə kommentə çoxlu yazın ki, Kommentə çoxlu söyün məni. məşhurlaşsın video və bizə də gətirib ondan quraşdırsınlar. Yox. Allah zərf deyil inşallah. Komment zad yazsaz narahatım. Gəlsə amma mənlik deyil, məni söyməyin. Mənim günahım deyil yəni. Bankomat bu demiş ki, bankomat axtarır restoran yanında. Gələcək birazdan bu restorana girəcək inşallah. Brat, abmen var mı? Abmen var mı? Var. Bu nədir? Evet. Belə deyək də uşaqlar, yəni şəhərin kənarında sağda solda bankomatlar görür. Belə bankomatlarda pulunuzu dəyişə bilərsiniz. Deməli 200 dollara 119 milyondur, 19 milyon, 11 milyon, neçə milyon verir? Ən böyük pulları 200 mindir uşaqlar. Bu deyilir hardasa 28 manat. 28 manatdır baxın, ən böyük pul ölkədə. Dünyada hansı ölkədə nə varsa, nə yoxdursa, o ki, yəni bunu iki dənə gəzgin insan kimi deyirik. Hamısı Azərbaycanda var. Sözün əsl mənasında. Lağman var. Evet. Lağman niyeti görən necə tamına baxaq. Uşaqlar belə bir dolma gəldi. Hə brat, uşaqlar Fartur Travel. Hansı ölkəyə getmək istəyirsinizsə, Fartur Travel-dən əlaqə saxlaya bilərsiniz. Biz vaxta kimi nə qədər ölkəyə getmişiksə, hardan biz almışıqsa Fartur Travel sağ olsun, Allah canı sağ olsun bizim bütün biletlərimizi. Farizdən danışan deyəcəm. Başqa vaxt yaşamırıq. Yox Fariz, Allah haqqı yalan deyil. Sən öl deyirəm, videolarımı atacam baxarsan. Sən öl yalan deyil bu. Həqiqətən də bax 6 adın qoyuram, Instagram adını qoyuram, nömrəsini qoyuram. Sən getdin gəzdin. O şeyin patayla məşhur düşərsən. Bir dəfə Farturun adını çəkdin orada. Fariz, Allah haqqı, sənə tırqalı sənə. Uşaqlar, Samir yenə həmişə kimi yeməyə çox sifariş elədi. Haran yeməkdir bu? Uyğur. Uyğur yeməyə gəldi. Bir dolma indi lahmacun gələcək. Fartur Travel buradayız dostlarım, əlaqə saxlaya bilərsiniz.
Mantı gəldi uşaqlar. Mantına boyda da. Samir elə bilir yeməklər balaca da doldurub. Biz bu qədər sifariş verdik, bəs niyə bununla yeyə çəkər? Bunu nə təyir? Özü baban Azərbaycanlı. Bir şey yardım Görmüsən o ölücü. Dünya şöhrətli bloger. Özbəkistan ölkəsinin Taşkent şəhəri. Aya, sən Nərmanov uşaqlarına salam. bir dənə Nərmanov uşaqlarına salam söylə. Nərmanov uşaqlarına salam. Uşaqlarına salam. Narman uşaqları salam. Aleyküm salam. Rahatlaşdı. Bu nə boydadır, bu nə boydadır. Çox sağ ol abi. Bu atatı deyil hə? Afiyetdə yox. Dün yedim atatı ben. Atatı güzel, ben yiyorum. Vallahi. Ben Tayland'da akrep yedim, böcekler yedim. Böyle böcekler var ya. Seyitke. Yedim, hepsini yedim. Ben yerim. 170 min dollar. Qiyməti də 270 min oldu. 270 min də azı 30 manat eləyir. Təxminən 30-32 manata belə deyək də. Uşaqlar 4 nəfərə daha çox sərf eləyərdi. Yəni sizin gəlib belə bir yerdə oturub məsəl üçün yeməyə bir. Dediyim kimi 4 nəfərə adam başı 10 manat da qoysaz, polnu. Yəni yersiz, doyarsız, çox da gözəl. Çevirdim, baxdım və 18 avro zad elədi. 18 avroya Montenegro'da bir restoranda bir dənə sən yemək yeyirsən. Yəni ən patoloqa yanından başqa heç eləyəmirsən. Bir dənə Montenegro'da normal bir restoranda yemək yeyə bilirsən. Yəni bu oranın qiyməti mən orada 3 ildir oradayım, amma bunu bilirəm yəni. Sonra taksini mən istədim, taksi heç nə. Oradan oraya 2 manata, oradan oraya 3 manata su qiymətinə. Vallahi deyirəm yəni taksi pulu heç nə, taksi pulu yapışı vəbşə heç. Adamın gözünə göstərmir. Və yaxud da imkanınız da fazlasa məsəl üçün deyək ki, az büdcə ilə gəzirsə qardaşlar, bu belə dükanlar var. Gördünüz belə dükanlar. Samir, sev nədən oxşamır? Ayda sev nədən oxşayır, hə. Belə dükanlar var. Bu dükanlarda dostlarım mən belə dedik, qabların içində, belə bir qabların içində. Sandviçlər də məsəl üçün burgerlər falan satılır. Yəni çox da gözəldir. Onu da alıb yeyə bilərsiniz və ucuz qiymətə. Yeməkləri məncə burada istəyirlər, hə Samir? Məncə burada istəyirlər. Özbəkistan yəni gəlib 300-500 manatla pulunu gəzə bilərsiniz. Yəni burası da otel baxır da, burada otel yatırı biz gəldi 35 dollardı. 35 dollar üstü qiymət otel üçün normaldır. Sadəcə bizim qaldığımız otel yəni lüks bir otel deyil də. Mən sizə durum deyim ki 35 dollara dəyər. Yox, dəymir. Balaca bir otaqdır. Havuzu yox, balkonu yox. Belə deyim mən sizə, su verilmir, şeylər var, amma Taylandda məsələn otelə biz verirdik. Taylandda otel 35 dollar, 35 manat. 35 manat idi. Hə, Taylandda qaldığımız otelə amma 35 manat verirdik. 35 manatın içində sən hər gün suyu gətirirlər. 2 dənə su, kofein, çayın, dəsmalların, şampunların təsəvvür edin də 35 manata orada qalırdıq. 35 dollara burada qalırıq. Oranın baseyni var idi, balkonu var idi, buranın baseyni, balkonu yoxdur. Yəni uşaqlar, dediyim kimi gedəcəyiniz ölkəni yaxşı seçin. Mən Taşkəndi normal bir ölkə kimi görürəm. Yəni mən buranı bəyənirəm, hə, bəyənirəm. İnsanları mehribandır, gözəldir. Gəlib yəni burada poln ailə ilə gəzə bilərsən. Amma yəni mən ikinci dəfə gəlmərəm də, yəni necə gəlmərəm? Yəni çünki mən ölkələr gəzirəm, özüm ölkələri tanıyıram, dünyanı tanımaq istəyirəm. Yəni bir dənə mən Taylanda ikinci dəfə, üçüncü, beşinci dəfə, 10-cu dəfə gedərəm. Taylanda hər il gedərəm, hər il Taylanda gedərəm. Amma başqa bu vaxta kimi gəldiyim heç bir ölkə ikinci dəfə getmərəm çünki mən başqa ölkələr görməliyəm, başqa ölkələr tanımalıyam ona görə. Amma Özbəkistana yaxşı gəldim, lap bombadır, lap gözəldir. Sadəcə biraz gəlməyimiz bura ani oldu deyə, yəni biz burada heç cürə bir aktivite tapmadan gəldik də, indi bax gəzə-gəzə axtarırıq, təsəvvür eləyin. Hava yavaş-yavaş qaralır. Burada avtobuslar da, özüm təzə avtobuslar da elektriklidirlər. Timur Ramiz heykəlidir var, ora gedək, görək o hardadır uşaqlar. Bunlar nə danışırlar, arxamızda gəlib söhbət edirmişik. Soruşur hardan gəlmiş, haralısınız? Yox, qaqa, vallahi özbəklər yaxşı adamdır uşaqlar. Vallahi özbəklər yaxşı adamdılar. Samir müəllim yenə bizə aparacaq yerə, görə bizə hara aparacaq Samir müəllim. Amir Teymur xiyabanı, hə. Uşaqlar, nə demişdim Samir sənə? Bax, xiyaboni. Bizdə xiyabanı yazılmır. Bizdəki ablarda odur uşaqlar. O fərqi yox. Bəs başqa cür deyil. Qalın o. Yox, onun başqa cür deyil. Bizdə bizim o kimi deyil. Elə tələffüz edirlər ki, biz onu deyəmirik. Bizdə elə tələffüz yox. Evet. Teymurilar Tarixi Dövlət Muzeyi, Davlat Muzeyi. Oo, boy. Bəh. Ya maşallah turistlər var. Ya əziz qardaşlarım, əziz dostlarım, bura turistlər gəlib ya da belə deyək də öz vətəndaşlardır gələn, amma turistlər var. Əlbəttə burada yəni 200 dənə də olsa turist var. Açıq yəni burada mən siz deyəm belə yəni dəhşət dərəcədə çox turist görməmişəm. Roşalar çox da gözəl baxırlar. İndi burada da bir xatirə şəkil çəkdirəcəm. Amir Teymurun heykəli. İşıqlar da yandırdılar. Saat 8-in yarısı işıqlar yanır.
Salam aleyküm. Əziz dostlarım, bundan önceki videolarımı izləmişsinizsə mən harda belə işıq görürəm, elə bilən Walking Street'dir. Yəni Walking Street mən nə olduğunu deməyəcəm. Girin videolarıma baxın, görəcəksiniz mən nə demək istəyirəm. Burada belə şeylər də var. Həm hansını götürə bilərsin. Uşaqlar, yarım saatdır biz bunu araşdırmaq istəyirik ki, görəsən bu paytaxt sözünün altındakı Savdo mərkəzi nə deməkdir? Savdo mənasını bilmirik həqiqətən də. Savdo mərkəzi nə deməkdir? Biz bunu bilmirik. Alışveriş mərkəzi olub. Işıq niyə belədir mən bilmirəm. Mən hara işıqlı yerə gedəndə şöyle kamera belə biraz ağ yerlərdə bir yanıb sönür. Burada Savdo mərkəzi. 4 milyon nə qədər eləyir? 4 milyon. Hə. Şöyle belə ayaqqabılar satılır burada gördüyünüz kimi. 4 milyon. 4 milyona, bilmirəm dur nə qədər, 6 yazaram bu. Burada da kiçikdən başlayır uşaqlar şəkillər, lap böyük şəkillər kimi gedir. Yəqin Özbəkistana aid şəkillərdirlər, Özbəkistanın mədəniyyətini göstərən şəkillərdirlər. Krokodirin başı O neçədir? neçədir o? Krokodil. Qiymət? Krokodil. Hə, milyon. Nə qədər? Bilmirəm ki. Hə, 100 manatdırlar təxminən. Milyon 140 manat şahid. 140 manata şöyle krokodilin başına alsın. Bilmem yəqin ki o şeydir. 40 manata da şey değil, Tayland'da. Ama o qaqa bir sən nə idi? O ətli qanlı verir sənə belə təxminidir. Amma bu Yox, hayır, belə qurumuş şəkildə belə. 40 dollara saatlar. Deməli biz belə bir yerə girdik. Qarşıda girişdi. Və ilk dəfə həyatımda belə bir şey başıma gəldi. Sigaret aldılar. Təsəvvür ki, elə yerlər varmış. Girəndə sigaret yandıran alınırmış. Bir dənə qutu da orada. Bura girəndə kimin cibində sigaret olursa, yandıran olursa alırlar, qoyurlar ora. Bilmirəm nəyə görə. Yəqin burada daha çox uşaqlar olduğuna, uşaqlar parkı olduğuna görə alırlar, mənə elə gəlir. Amma ya deyə bilərsən sigaret çəkməyə icazə yoxdur. Mən zaman yandırıb çəkərlər deyə. Təmiz, yəni bura uşaqlar məkanı, uşaqlar parkı olduğu üçün sigaretə icazə yoxdur həqiqətən də. Amma mən sizə deyim, çox da yəni burada əsl uşağınızla gəlib burada uşağı əyləndirə bilərsiniz. Çox da əylənməliyirlər həqiqətən də. Gördüyünüz kimi bu tərəf sağ tərəf təmiz, yəni uşaqların əylənmək üçün olaydı və burada o qədər uşaq var ki, əziz dostlarım mənim. Bütün Taşkənd milləti mən belə deyərdim ki, uşağını əyləndirməyə məhz bu zonalara gəlir də, mən sizə belə deyim. 21 gün hər gün 10 kilometr, 15 gün, 20 kilometr gəzilir. Yəni zarafat. Həbi sən nə deməkdir bu? Yəni hər gün o qədər dincəlmək. Salam aleyküm. Minnətdaram, Azərbaycan. Wow. Allah, bu millət ləzzətli dincəlir ha. Bu millət ləzzətli dincəlir uşaqlar. Çox belə deyək, geniş bir ərazidir. Hər kəs uşağını gətirib. Hər kəs uşaqladı, bir dənə biz ikimiz gəlmişik, ya da biz turistik, neyək? Durub bura gəlmək üçün evlənib uşaqla gələsi deyiləm ki. İtirmə məni, tez gəl. Necə gözəl yerlərmiş ha bura. Sağ ol Taşkənd. İnşallah bir de deyəsən yağış yağır. Hiss edirəm belə deyə, damızdan düşür. İnşallah ki yağış yağmaz. Çünki əlimdə doludur elektronika. Təsəvvürün telefondur, mikrofondur və s. kameradır. Həqiqətən çoxdur, bilmirəm. Yağış yağsa bunları necə gizlədəcəm bilmirəm. Gərək mən taksi sifariş edeyim və tez taksi ilə otelə gedim. İnşallah ki yağmaz. Bu Özbəkistanı sevdim mən. Özbəkistanı mən sevdim. Popcorn neyiniz? Bir tanesi de bizim bu uşağa. Bir tanesi bəs bizim uşağa. Biri bəs deyil. Bir tanesi de bizim uşağa. 10 bin. Götür. Azerbaycan. Aleyküm selam. Ha de baba kül bayramı. Ha Taşkent Küller Bayramı. Ay sağ ol.
Ahad Mix icad icabası bir tane seçelim. Ay maşallah kardeş bu Özbekistan neymiş? Maşallah. Ben ko'tarinki Allah keyfiyetli konsert dasturlarımızda ama ettiramiz. Adam məndən tərpənmə olmuş hala. Bu gün burada bayram imiş. Mənə xəbərim yox. Alkışlar konsert turşuylar. Bugünkü konsert Maşallah bugün bayrammış burada. Hadi bir atlara. Uşaqlar bir dənə yağış yağmaq yağır. Uşaqlar bəlkə yağış yağır. Bilmirəm necə olacaq həqiqətən də. Gərək taksi gəlsin. Yoxsa İstanbul əziz burada. Wow. Gelemiyorlar ege Aytıp kuylar Şirin söz nazik kız bana yolum Şirin söz nazik kız bana Uyanıp alıp açmak Allah ləzzət edir. Uşaqlar, mən Özbəkistanı sevirəm yavaş-yavaş, həqiqətən də. Maşallah, bomba, bomba. O qədər belə ağıllı, o qədər gözəl, gülərüz, mehriban, səmimi. Həqiqətən də, nə bilim, çox ləzzətlidirlər. Yəni belə deyim uşaqlar, mədəniyyət baxımından, yəni bu dediyim şeylər baxımından nömrə 1 deyə bilərəm də sizə. Bax, açıq arasız deyirəm. Nömrə 1 həqiqətən də. Çox gözəl bir hava var, insanlar mehribandır. Hamı ilə oynayır, hər kəs uşağını gətirib, ailəsini gətirib. Nə bilim, yəni insan burada özün istər-istəməz yəni belə başqa cür istəyir. Yəni başqa cür bir hava var həqiqətən. Çox gözəl. Nə bilim, həqiqətən də qardaş, Özbəkistan milləti çox deyib gülən, əylənən. Allah ləzzət edir. Ləzzət edir ha yəni. Mən bu vaxta kimi 12 ölkə gəzmişəm qardaş. 12 ölkənin içində, yəni mən nə var onu deyirəm, Allahım şahidi, siz də bilirsiniz. Yəni mən inşallah ki evlənsəm, mənim ailəm uşağım olsa, mən bura o qədər rahat gətirərəm. Sonra gördüyüm ən belə 2 ölkədə də, yəni necə mən sizə başlayam, özünü başa düşürsünüz də çox gözəl həqiqətən. Buranın dövləti xalqına çox gözəl şərait yaradıb, yəni mən gördüyümü deyirəm. Çünki hər kəsin keyfi Allaha şükür olsun yaxşıdır. Hər kəs uşağını gətirib. Amma oynayır, nə bilim, çox ləzzət elədi. Mən bu millətə hörmət elədim, hörmət. Onsuz delirdim ha, and olsun Allaha mən Özbəkistanlılara əziz dostlarım, əvvəldən maraqlanırdım. Gəlməmişdən əvvəl sosial media hesablarında falan girib maraqlanırdım. Bilirdim bizi sevirlər, bizi çox istəyirlər, bizlə həqiqətən çox yaxınlar, amma gəlib belə görəndən sonra ləzzət edir də yəni. Hamı çox şirin gəlir insana, yəni belə, nə bilim, yəni onun görə insan gəlsin görsün də. Tayland kimi bir ölkədən belə bir ölkəyə keçmək, insanın beynini dondurur da, yəni təsəvvür edin, görün nə deməkdir bu. Amma yəni yenə də çox gözəl ölkədir, həqiqətən əziz dostlarım mənim. Azərbaycanda yok mu samsa? Vallahi bilmiyorum. Ben Özbek restoranlarında. Özbek restoranlarında var. Adı Samsadır, dənəsi 70 qəpikdir, 5000 sondur. 5000 sondur, dənəsi 70 qəpikdir. Mən bunun tadına baxıb sizə deyəcəm necə bir şey olduğunu. Hələ sos var, soslu yerlər bunun sosu. Verdim Hamza. Və bir sos da verirlər uşaqlar. Dedim onu da sizə göstərim mən. Hə, blogger, YouTube. Dünyanı gəzirəm. Və belə bir sos uşaqlar. Bu bizim sizə də məhəllələrdə verirlər belə peraşkini falan yanında. Belə bir soslu bunun üstünə batırıb yerlər. Qardaşlar da gördüm yerlər orada. Dedim mənə də bir dənə versin. Deməli sosu götürürsüz. Belə. Belə götürürsüz bunu. Yağız içinə. Bilməm, biraz peraşkin belə hava olsa, amma tam bir dəqiq bilməm. Oo. Wow. Samsa güzel, samsa güzel. Vallahi güzel. Uşaqlar ləzzətli də. Həqiqətən də Özbəkistana bir şey pişirmək istəyirsə, YouTube-a yaza bilərsiniz samsa necə pişirilir. Özbəkistan videoları yəqin ki var. Özbəkistan ait bir şeydir. Bizdə Azərbaycanda yoxdur, amma Azərbaycandakı Özbək restoranlarında var. Mən görməmişəm amma var yəni. Bu Samir dedi ki, Özbək restoranlarında olur. Uşaqlar deməli biz çəkiliş elədikdən sonra burada çox pis yağış yağmağa başladı. Ani yağış yağdı, leysan yağdı. Və ani başladı və hətta göylə gurulduyur, çox pis leysan yağmağa başladı. Normal havada taksi buradan 22.000 soma aparır, 22.000 soma. O da hardasa sizə mən deyim 2 manata derdi belə bir şey. Yağış yağdı deyə taksilər olmadı. Proqram dedi ki, biraz qiymət artıra bilirsinizsə artırın məsəl üçün taksi gəlsin. Biz elədik onu 25.000 som, yenə də yəni gəlmədi. Və burada bir taksi yanmışdı. Samir danışdı, razı saldı 40.000 soma. O da hardasa nə qədər deyir? 5 manat da belə deyim. Taksi dedi ki zakaz aldım. Gözləyir ki bir taksi gəlsin, həmən taksi ilə biz çıxaq gedək otelə.
Oo, göğüne gürüldür, göğüne gürüldür kardeş. Oo, yuhu. Abi bir taksi yok da burada, buna maşallah. İnanırsınız ki size desem bir yarım saatlik gözlüğü inanırsınız. Uşaqlar bakın, belə bir dənə bildiriş gəldi, nə deyir? Deyir yəni istəyirsənsə 1000, 1500, 2000 qaldır, taksi tez gəlsin. Bax, qaldırdı 2000-ə. 2000-də hardasa nə qədər edir? Bir manat eləmir. Ay 20 qəpik zat. 20-25 qəpikdir. Yalnız neçəyə? 30 minə qalmışam. 30 minə nə qədər eləyir? Təxmini 5 manat 70 qəpik eləyirsə 1.40, 2 manat 80 qəpiyə. Taksilərin hamısı işləyəndə taksi tapma ehtimalımız biraz çətinləşir. Bunu nəzərə alın. Yəni bizim başımıza gəldi. Biz yarım saat ki vallahi bax taksi gözləyirik. Hələ bir dənə taksi çıxmadı və yəni ümumiyyətlə yol qıranın taksiləri yoxdur ki, yol qırandakı taksiyə minək. Otostop çəkməyimi gör. Oo, nə tırıldım sağır. Otostop çəkməyimi görmüsünüz, görməmisiniz. Çünki TikToka baxmırsınız. TikToka baxsanız görərsiniz. Bir dənə taksi tapan biri Allah haqqı şəhərdə. Bir dənə taksi yoxdur ya qardaş bu boyda şəhərdə. Quran haqqı. Qurban olun Bakıya, qurban olun Taylandda 2 dəqiqə taksi gəlir təsəvvür eləyin. İnsanlardan soruşuruq. Qardaşa deyirəm bir dənə taksi var da kömək eləsin. Çünki qardaş gedəmirik, evə gedəmirik. Qardaş neynəyək? Salam Azərbaycana. Salam aleyküm. Taksidir bu. Yanında taksi, top taksisi var abi. Deyir mənə konumu verin. Uşaqlar bu ölkəyə gəlsəz mütləq şəkildə Yandex uygulaması var, proqramı var. Yəni o taksi proqramında onu yükləyin mütləq şəkildə. Ver yazım. Bu qaysi tilda yozilgan? Ingliz tili mi? Sen niye öz telefonunuzda konuşuyorsun? Yo'q, menda telefonimda emas hozir. Durdu koyun da. Sizda tayyor turibdi-ku mana. Ne? Benim adım Alisher. Siz atışçı. Biz atıştı. İsim ne? Samir. Samir. Məndə də Sativan. Sativen. Satin. Sativen. Sativen ha? İstəyirsən, də Sativen. Necə atdı Sativen? Yaxşı atdı. Ha güzel at. Mənim bir sevgilim vardı. Mənə biabır elədi hər yerdə. Onunla mən boşandım. O Taylanddaydı elə bil ki. Gəlib indi Özbəkistana mən axtarıram. Mən də ondan qaçıram. Özbəkistandadır bu dəqiqə. Kaçan geldiniz Özbekistan'a? Biz dünən gəldi Özbəkistana, reski bilet aldıq. Elə bir sırağa gün onunla boşandım, dedim yəni mən səninlə evlənmirəm də. Yəni mənə xəyanətimi tutdu. O da gəlib Özbəkistana mənə axtar, küçəlib mən ona görə qaçıram. Siz o bilan qanaqa gaplashasiz? O'zbekchalabmi, turkchami? Bizdə Azərbaycan dilindədir. Siz Azərbaycandanmısınız? Sən hardan bildin? Ha Türkçe, Yok, Türkiye'den de böyle. Yox. Sati ben Sizce? Azerbaycan. Azerbaycan? yarı tərəfdə Çindən. Baku mu? Siz ne? Student, businessman, turist, kardeşiniz var, ne? Eyvallah. Deyir yəni niyə gəlmisiniz? Yani ne tər geldik bura düştü hiç bilmiyoruz. Yeah. Yol üstü. Özbəkistan yaxşı, yaxşı. Nasıl mı? Düşündüm ha. Yok, şimdi siz seyahat kılıyorsunuz mu? Seyahat. Ha seyahat abi. Seyahat. Seyahat kılmak. Doğru. Başka hiçbir şey yok. Business. Var niye yoktu şu bes. Biznes olmasa ne ter gezerim bu pulardan geldi. Köyden yağmur ayı içimize Ama nasıl öyle tutma? Bu da hiç oynadan da Sami. Kardeş ben şimdi bilmek istiyorum. Tatmış adam var. Business görüyor musun? Şimdi şöyle oynar görüyor musun? bu fehle değil. Binat Fehle ki. değil. Fehle binat ki diyor binada tıkır. Gece gündüz. Orada çalışır. Çalışıyor. He. İnjiner mi bu? Yox, fəhlə. Hayır olsun Allah aşkına. O da incinler olur. Bak şuna. Derim fehle değil Bak şu injinerge okşamıydı ki. Ha sen. Şunu fehle. DJ'ge okşaydı Pilgrim. DJ. Müzik. Hayır, müzik nədir adam? Ancak kulak Ha asar. müzikant okşaydı. Ancak kulak asar. Sen aktörge okşuyorsun kardeşim. Nə yaxşısan? Kul aktörlerge okşuyorsun. Aktör okşuyorsun. Hani bak şöyle. Şöyle alda balda söylüyorsun. Komik aktör de misin sen? Ha bunda DJ mi bu? Yok şu kolundaki ne o? Mən bloqeram da, dünyanı gəzirəm. Ha dünya geziyorsun. Ha. Maşallah. Yerindəkini iştirma. Ne insanlara yolu tutmayayım ben Allah. Beçaradan eline bile Ya, şturmalı bile Ya bile. Beçara. Yemek yer yemeğe çekiyor. Tuvalete gelir tuvaleti çekiyor. Çöle çıkır çölü çekiyor. Şimdi yaşıydı. Şimdi yaşlıdır. Şimdi yaşıydı ha. Şu yaşlı mı şu? Yaxşı mı? Şu tuvaletki krestasyon kalaklı vozunu. Ha. Şunday neyelim. Sami, sən mənim çubuğumu çıxartdın. Krestasyon kalaklı vozunu. Doğru mu? Unutazın kapağını açır onu çekiyor. Ört onu. Allah. Ya. Sən mən çubuğumu çıxartdın Allah. Salama, sağ olun. Neydi?
Qapını niyə belə bağlar? Ne? Öpürəm. Sağ ol. İndi də buranın marketində uşaqlar. Burada bir çiyələ falan var. Bundan şeyler. Adamın şanları. Bilmiyorum nə dadı verir bu yeməmiz. Başka var. Öyle değil, içiyorum da net. Deyəsən burada almışdın. Yox ha. Belə bunlardan idi bax. Qiymətlər də 10 min nə qədər idi Murat 10 min? 10 benim 1 manat 40 qəpik. Bax uşaqlar 10 min harda görsəz 1 manat qəpik. Bu da o deməkdir ki 1 manat 50 qəpik belə təxmin hesablayında. Canım sizə desin. Qiymətlər çox uzaqdır. Uzaq nə idi? Qiymətlər çox ucuzdur uşaqlar. 25 min ya. Bu da nə qədər eləyir? Tayland'a kadar var. 45 manat 4 manat idi təxmini. 4 manat 5 manat bu qədər bir poçka. Əziz izləyicilər, əziz dostlarım, mən videonu da burada sonlandırıram. Otelə gəldik. Duşumuzu aldıq, çayımızı falan yedik. Çayımızı falan yediyə baxır. Çayımızı falan içdik. Biraz dincəldik. Gördüm belə deyək də, açığı çölə çıxmam mənası yoxdur. Çünki Özbəkistanda çox belə deyəndə əzizim, gəzləsi yer yoxdur. Saat artıq 1:13 dəqiqə. Oteldəyik. Çıxıram arada bir burada biraz telefonla danışıram. Biraz hava alıram, havamı dəyişirəm, içəri keçirəm. Belə. Videonu izlədiyiniz üçün sizə çox təşəkkür edirəm. Sağ olun ki, belə hörmət edirsiniz. Axıra kimi izləyirsiniz. Allah canınızı sağ eləsin. İnşallah ki, bir dənə qardaşınıza dəstək olsanız, hər şey olacaq. Çox gözəl. İnşallah ki, ayın 11-i Azərbaycana gedəcəm. Bugün ayın artıq 10-una keçdik. Yəni sabah yox, birisi gün yatıb duracam. Birisi gün Azərbaycana gedəcəm. Azərbaycan vloqlarımı da çox güman çəkib paylaşaram, paylaşmaram bilmirəm. Baxacam inşallah vəziyyətə. Minnətdaram əziz dostlarım. Çox təşəkkür edirəm. Sizi Özbəkistandan çoxlu salamlayıram. Özünüzdən müğayət olun. Öpürəm sizi. Sağ olun əzizim. Özünüzə çox yaxşı baxın.